Uşaqlar, başlayırıq toyuq kababın marinatını eləməyə, yəni bastırmasını eləməyə. Duzumuzu vururuq. İstəyə görə soğan da vura bilərsiniz, bastırma edib saxlaya bilərsiniz. Sadəcə olaraq soğanla çox saxlamırıq da. 6-10 saatdan sonra soğanını içindən götürürük. Çünki suyun buraxır, azlıq verir. Onun üçün. Əgər istəmirsə onu vurmaya da bilərsiniz. Yəni şərt deyil. Qırmızı toz istiyotumuz var burada, şirin. Ondan əlavə edirik. Sarı kök əlavə edirik. Kək otumuz var. Kək otunu əlavə edirik. Uşaqlar, tomat çox vurmuruq da, yəni yandırır. Tomatı vururuq, çox vurmuruq. Çünki çox vuranda o şey olur. Yox, yaxşıdır. Çox vuranda başlayır yandırmağa. Onun üçün minimumda, yəni norması nədirsə onu vurur. İstəyə görə azca mayonez də vura bilərsiniz, vurmaya da bilərsiniz, istəyə görə. Və yağımızı əlavə edirik. Yağımızı əlavə elədik, kesirik indi bunu bastırmalı hazırlamağa. Bax, tomatı vurdum uşaqlar, qarışdırıram. Rəngi istədiyim rəngə gəlməsə, yüngül biraz da əlavə edəcəm. Yəni birdən-birə çox dökmürəm də onu. Ki, rəngi uyğun olsun. Çünki tomat çox vuranda yandırır.